Valla dəcəlliyimdən qalmazdım da yəni. Uşaqlıq eləmək lazımdır. Uşaqlığıma qayıtsa o vaxtın pirojnalarını istəyirdim. İmенно o vaxtın pirojnaları. İndi yəni o yoxdur. Yəni o pirojnalara görə qayıdardım. Doğulmaz. Ah, bir gün uşaqlığıma qayıtsaydım, istəyərdim ki, atanam yanımda olsun. Yəqin ki, bir çoxumuz heç deyilsə bir günlük uşaqlığımıza qayıtmaq istəmişik. Bəs görəsən şəhər sakinləri bir günlük uşaqlığına qayıtsaydı, nə edərdilər? Özlərindən soruşacağıq. Heç qocalmaq istəməzdim. Heç nə, uşaqlıq eləyərdim elə. Oynayardım küçədə, gəzərdim. Başqa heç nə. Ürək ağzına gəzirəm. İstəyərdiniz uşaqlığınıza qayıdasınız? Əlbəttə, kim istəmirdi. Məktəbdə dərsdə bir gün uşaqlar səs salırdı. Ədəbiyyat müəllimə Fatma müəllimə idi. Təbələ saçdım, dərsə qulaq asın. Deməli, biz nə vaxt böyüyəcək ki, gedək biz böyüyək. Təbələ vaxt gələcək, deyəsən, bir dəqiqəlik qayıdın bu ana. Cənnətdə olmuşam da, uşaqlıqda. Bəlkə cənnətdən də cənnətlik olmuşam uşaqlıqda. Çünki o zaman çox gözəl bir uşaqlığım keçib. Necə keçib məsələn? Oy, çox dənizin qırağında, nənəmin yanında. Ah, çox şey edərdim qızım. Məsələn, Heyf o günlərdən, heyf. qayıtsaydınız bircə günlük, nə edərdiniz? Atalan günlərimə qayıtmaq istəyərdim qızım. Uşaqlığıma qayıtsa o vaxtın pirojnalarını istəyirdim. İmенно o vaxtın pirojnaları. İndi yəni o yoxdur. Yəni onu da tapa bilmirəm. Mən özəldə qızıma deyirəm ki, o vaxt o qədər gözəl pirojnaları vardı. Biz də məktəbə gedəndə səhər pirojna alırdıq, gedirdik məktəbə də. Doğrudan da o vaxtın pirojnaları indi yoxdur. Məhz uşaqlığınıza qayıdıb o pirojnaları yemək istəyərdiniz. Böyük məmnuniyyətlə, yəni o pirojnalara görə qayıdardım. İstəməzdim heç vaxt, yox. Mənim ailəm də çox çətin vəziyyətdə olub. Ona görə mən istəməzdim o günləri yaşayım. Böyümək arzusunda olardım yəqin ki. Çünki uşaq olanda böyüyüdən xəbərim yoxdur axı, elə deyil. Ürəyim istəyən qədər uşaqlıq eləməmişəm. O olmaz, bu olmaz, o qınıyar, bu qınıyar. Həmişə belə olub, yəni uşaqlığım belə keçib. Yəni istədiyim o dəcəlikləri eləməmişəm. Hansı dəcəlliklər edərdiniz məsələn? Ürəyimlə nə keçsə eləyərdim hər dəcəlik. Uşaqlar nə edir? Məsəl üçün deyir, eləmə, buna əlini vurma, ona dəymə. Mən şəxsən hamısını eləyərdim. İndi arzuladığım, amma təəssüf ki, yaşaya bilməyəcəyimi anladığım, uşaqlıq dostlarımla, sinif yoldaşlarımla doya-doya vaxt keçirərdim. Bir günlük uşaqlığıma qayıtsaydım, təzədən uşaqlıq yaşamaq istəyərdim. İstəyərdim ki, atanam yanımda olsun. Nə